2025-ci ildə azad ərazilərdə quruculuq işləri sürətlə davam etdirilib. Bu il həm də Ağdam ilk dəfə öz doğma sakinlərini qarşıladı. Şəhərdə 20-ci yaşayış kompleksinin açılışı oldu. Daha hansı işlər görüldü? Bu barədə məhz əməkdaşımız Elnur Tofiq çatdırıb diqqətimizə. Ağdam bir zamanlar ruhlar şəhəri, Qafqazın Xirosiması adlanırdı. Bugün isə digər işğaldan azad olunan yaşayış məntəqələrimiz kimi xarabalıqlar arasından yenidən həyata doğulur və biz Ağdamda hazırda mərkəzi yolların birinin kənarında dayanmışıq və İmarət küçəsi ilə Pənahəli xan küçəsinin kəsişməsində bu çəkilişimizi həyata keçiririk. Artıq Ağdamın yeni simasını görürük, işıqforlar quraşdırılıb, yaşayış binalarını görmək mümkündür. İndi operatorumuz sizə təqdim edəcək. Sağ tərəfdə isə Qarabağ xanlarının məşhur imarəti yer alır və bu imarət də işğal dönəmində ermənilər tərəfindən dağıdılmışdı, talan edilmişdi və öz azadlığına qovuşduqdan sonra yenidən restavrasiya olundu. Təmir bərpadan sonra artıq ziyarətçilərin istifadəsinə verilib. Digər sağ tərəfdə isə Ağdam şəhərinin bayaq qeyd etdiyim kimi yeni simasıdır. Bu ikinci yaşayış kompleksidir və Cənab Prezident də bu açılış mərasimində iştirak etdi və Ağdamın ilk sakinlərinə mənzillərinin açarlarını təqdim etdi və bildirmək istəyirəm ki, həmin yaşayış kompleksində 1268 mənzil yer alır. Bugünə qədər 104 ailə öz doğma yurduna qovuşur. 2025-ci ildə Ağdam artıq simasını dəyişib, gözəlləşir və köhnə şöhrətini, köhnə gözəlliyini özünə qaytarır və tək Ağdam yox, ümumilikdə işğaldan azad olunmuş bütün ərazilərimizdə tikinti, quruculuq işləri sürətli vüsət alıb. 2025-ci il həm də böyük qayıdış ili oldu. Əslində demək olar ki, mütəmadi olaraq efirimizdə yer alır bu cür görüntülərimiz. İstər Xocalının, Ağdərənin yaşayış məntəqələrinə insanların doğma yurda qovuşması, artıq Ağdam şəhərinin öz sakinləri var və bildirmək istəyirəm ki, daha öncə Ağdamın Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin sakinləri də öz doğma yurtlarına qovuşmuşdur.